və beləliklə məclisimizi və ziyarətimizi tamamladıq. Bu qaldığımız oteldə 3 gün otel qida daxil olaraq gecələdik. Həmd olsun Allaha ki, Allah bizi ağamızın ziyarətinə dəvət elədi. Yeryüzünün cənnəti, qəriblərin ağası, mehriban İmam Rza əleyhissalamın mübarək hərəmindən, ziyarətindən doymaq olmur. Həqiqətən insana çox ağırdır ağamızın ziyarətindən ayrılmaq. Necə ki zəvvarlar deyirlər, 3 gün necə gəldi keçdi bilmədik. Həqiqətən insanın həyatında və ömründə unudulmaz olaraq günlər kimi qalacaq yaddaşlarda. Deyirəm, ey kaş, ya İmam Rza, Allah sənin əlinlə bizlərə yenidən sənin ziyarəti və gəlməyi nəsib etsin. Ölməmiş sənin mübarək qəbrinin zərihinə toxunmağı Allah bizlərə nəsib eləsin. Bu çəkilişlərimizi hava limanında başladıq, Həzrəti İmam Rza əleyhissalamın hərəmində bitirdik. Əlimizdən gələn qədər bu çəkilişləri sizlər üçün çəkdik ki, o kəslər ki gələ bilmirlər, həsrətindədirlər, İmam Rza əleyhissalamın hərəmini görmək istəyənlər, darıxanlar baxsınlar, izləsinlər. Assalamu aleykum və rəhmətullah. Hər birinizi Həzrəti Ali ibn Musa Rza əleyhissalamın müqəddəs ziyarətindən salamlayırıq. Çox şükür ki, ziyarətimiz baş tutdu və 3 gündən sonra ziyarətlərimiz tamamlandı. Həmd olsun Allaha ki, gəldik ağamızı ziyarət elədik. Allah hər birinizə nəsib eləsin. O gün olsun bizimlə bağın gələsiz, ziyarətlər eləyəsiniz. Allah İmam Rza əleyhissalamın müqəddəs ziyarətindən sizləri məhrum eləməsin. Hər zaman Uğur Travel şirkəti olaraq xidmətinizdəyik. Getmək istəyənlər inşallah bizlərlə əlaqə saxlasınlar. Allah ali dərəcədə qəbul eləsin. Məşəd şəhərindən Ali ibn Musa Rza əleyhissalamın ziyarətindən hər birinizi salamlayırıq. Allah sizlərə nəsib eləsin inşallah. Amin. Allah qəbul eləsin. Amin. İmam Rza əleyhissalamı yad eləyək, sələvat zikr eləyək. Allahümmə